Gel buraya. Oh! Gitti. Tamam ya geldi. Hazır diye. Hazır diye. Biraz hazır verin. Ablam çeken değil ha. Hele böyle. Hayır yok. Hop. Dur. Asif. Çekil. Kaşay ya. Agrep şey de olur da. Kaşayın altına. Gel. Abdülhamit'in treni Asif de. Yaxşı, ayağımda bırak. Benim hazırla şereften bazı buradasın. Dön çıkmayın, arkaya çıkmayın. Benim hazırla şahane sen yapasın. Hala, kaşa. Hoppa. Hala, gitmedi. Bir tane. Hala. Hop. Gidiyor. Yaxşı. Yaxşı, axıra kimi? Zədə axıra kimi? Nəsə yoxdur. Necə biraz verin ha. Abdülhamit'i biraz ara dur. Abdülhamit'i biraz ara dur. Sen ayağımı sakla, ayağdan girir. Ayağdan girir. Bu Ferhat, bir hədis xatırladım. Bismillah, velhamdülillah, və salatu və selamu alə Rasulillah, əmmə ba'd. Məşhur hədisdir. İrbad İbn-i Sariyə radiyallahu anhunun rəvat elədiyi hədis. Demək olar ki, bu sahabənin rəvat elədiyi hədislər çox deyil. Lakin rəvat elədiyi hədislərin içərisində ən məşhuru budur. Nəvəvi Rəhməlullah da 40 hədisdə gətirir ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin ümmətinə son nəsiyyətlərindən olub. Bir gün sübh namazından sonra Allah Resulü aleyhissalatü və sələmin bu bir növ adəti idi. Hətta bəzi alimlər deyirlər ki, bu sünnədir. Ki, imamın arada bir ehtiyac olduqda və s. namazdan sonra cəmaata nəsiyyət eləməsi. Hansısa bir səbəbə görə, ehtiyaca görə bəzi alimlər deyiblər və bu isabətli görüşdür əslində. Doğrudan da biz sünnəyə baxanda bunu görürük. Xüsusən də sübh namazından sonra Allah Resulü aleyhissalatü vesselam üzünü cəmaata çevirərdi və deyərdi ki, sizdən bugün, bu axşam yuxu görən olub, maraqlı bir yuxu. Görən olubsa Allah Resulüne ərz edirdi və Peyğəmbər sallallahu aleyhi və səlləm o yuxunu yozurdu və özü nəsiyyət edirdi. Və İrbad radiyallahu anhu deyir ki, yenə də bir gün sübh namazından sonra aleyhissalatu vesselam bizə elə bir nəsiyyət elədi ki, o nəsiyyətdən bizim qəlblərimiz riqqətə gəldi və gözlərimiz yaşardı və biz hiss elədik ki, bu elə bil ki, vida edən adamın nəsiyyətinə oxşuyur və Allah Resulü aleyhissalatu vesselamdan nəsiyyət istəyirlər. Və Peyğəmbər sallallahu aleyhi və səlləm onlara nəsiyyət edir, qısa, elə bir nəsiyyət ki, özündə bütün dünya və axirət xeyirlərini cəm edən nəsiyyət. Yəni, məv'iza bəliğə, bəliğ, bizim dildə ona deyirlər bəlağətdir, bir nəsihət.
bəlağətli nəsihət odur ki, adətən qısa olur, çox uzun olmur. Lakin özündə əzəmətli faydaları cəm edir. Hətta bəzi alimlər bəlağətin tərifində deyirlər ki, bəlağət odur ki, yəni ət-tul bilə mələl, yəni sıxıntı olmadan, yəni sıxıcı olmayan uzunluq və nəsihətə xələl verməyən qısalıq. Yəni ola bilsin, nəsihət edən biraz uzadır nəsihətini, amma elə bir formada edir ki onu, onda dinləyən sıxılmır. Deməli, bəlağətli danışdı. Və ya ola bilsin, nəsihəti qısa elədi, lakin o qısa nəsihətin içərisinə elə şeylər sıxışdırdı ki, yenə də deyilir ki, bu nədir? Bəlağətli nəsihətdir. Və Peyğəmbər aleyhissalatü vesselam orada 4 dənə şey nəsihət edir. Birinci deyir ki, sizə Allahdan qorxmağı, təqvalı olmağı nəsihət edirəm. Və sonra üzərimizə yəni bir həbəşi kölə gəlsə belə ona eşidib itayət etməyi tövsiyə edirəm. Və sonra bidətlərdən çəkinməyi tövsiyə edir. Və sonra bir də sünnətə və raşid xəlifələrin sünnətinə tabi olmağı. Müxtəsər olaraq, yəni hədisin mühtəvası budur. İndi orada sual nədir? Sual budur ki, Peyğəmbər aleyhissalatü vesselam deyəndə ki, bu hədis məşhur hədisdir, bilirsiniz. Aleykum bi sünnəti və sünnətil xulefəir raşidin əl-məhdiyyin. Təməssəku bihə. Mənim və raşid xəlifələrimin, hidayət sahibi olan raşid xəlifələrimin sünnətinə tabi olun. Burada fikir verirsiniz, hədisdə necə gəlir? Aleykum bis sünnəti və sünnətil xulefəir raşidin. Mənim və raşid xəlifələrimin sünnətinə. İndi bu hədis necə başa düşülməlidir? Yəni, deyiləndə ki, mənim sünnətimə bu məlumdur. Allah Rasulunun sünnəti. Hər kəs bilir, Quran sünnət. Amma burada başqa bir şey deyilir. Və sünnətül xulefəir raşidin, əl-məhdiyyin. Raşid xəlifələr. Bundan qabaq, ümumiyyətlə, raşid xəlifə nə deməkdir? Bilsin. Raşid xəlifə də, yəni xəlifələr dörd. Mən demədim raşid xəlifələr kimlərdir. Dedim, raşid xəlifə nə deməkdir? Yox. İslamın başçısı olan xəlifə. İrşad edən. Raşid. O murşiddir. Yol göstərir. Ya o murşiddir. O murşiddir. Ərşədə, yürşidi, murşid. Daha etibarlı. Yox. Fikir versən, bəzən qəlibləşən istilahlar var. Raşid xəlifələr, 4 raşidi xəlifə. Birdən biri gəldi, sual verir. Deyir, belə öyrəşmişsə 4 raşidi xəlifə. Nə deməkdir bu? Sanki vəhinə gələnlər? Yox. Raşid nədir? Raşid, yəni əl-ilmu bil-haq vəl-əməlu bihi. Haqqı bilib, onu ilə əməl edən. Buna rüşd deyilir. Rüşdün tərifidir. Rüşdün tərifi əl-ilmu bil-haq vəl-əməlu bihi. Haqqı bilib, onunla əməl eləmək. Bu rüşdün tərifidir. Raşid xəlifələr, yəni haqqı bilib, onunla əməl edən vəl-məhdiyyin, hidayət sahibi xəlifələr. Sadəcə olaraq biz əslində belə baxanda raşid xəlifələr çoxdur. Yəni necə? Nə mənada? Raşid xəlifə istilahı əslində 2 növdür. Sadəcə olaraq çünki belə götürəndə Ömər ibn Abdüləziz də raşid xəlifələrdən olub. Yəni belə baxanda. Muaviyə özü. Amma məsələ bundadır ki, məhz Əbu Bakır, Ömər, Osman, Əli, bunu biz hardan öyrənirik? Başqa hədisdən ki, Peyğəmbər aleyhissalatü vesselam buyurur ki, nübüvvət, xilafətun nübüvvə, 30 sənə. Nübüvvət xilafəti 30 ildir. Və bu 30 ildə bunlarla tamamlandığına görə bu hədisdən bunu bilirik. Məsələ bu deyil. Məsələ budur ki, Allah Rasulü aleyhissalatü vesselam deyəndə ki, mənim sünnətimə və raşid xəlifələrin sünnətinə tabi olun. Necə yəni raşid xəlifələrin sünnətinə? Bu necə başa düşülməlidir?
Bax, biri desə ki, bunu mənə izah elə. Siz işgəli bildiniz hardadır? Hardadır, Asif? Yəni o insan ki, haqqı bilir, Yox, əməl etmir də, yəni. ondan getmir. Deyirəm ki, hədisdə gəlir ki, mənim və Raşid xəlifələrimin sünnətinə tabi olun. Mənim sünnətimə tabi olun nə deməkdir? Yəni hədisdə Bildik. Bəs Raşid xəlifələrin sünnətinə tabi olmaq nə deməkdir? Yəni Raşid xəlifələrin xas sünnəti var. Yəni necədir? Yəni necə başa düşəcəyik bunu? Məndən sonra gələn məndən sonra gələn o xəlifələr hansı ki olacaq, onlar da mənim sünnətimin üzərində özlərini əsas dayaq kimi onu tutacaq və nə ola bilsin ki. Əgər tamam, onda burada başqa işgəl. Əgər elədirsə, onda aleykum bi sünnəti, mənim sünnətimə tabi olun deyib də, bu elə kifayətdir də. Kifayət edir, bəli. Yəni o Raşid xəlifələr mənim sünnətimə tabi olubsa, siz də mənim sünnətimə tabi olun. Onsuz da onu deyib. Amma burada ayırır. Yəni bir növ, biraz da açım. Atiullah və atiur Rasul. Allaha və Rasula tabi olun. Bəli. Necə ayırdı Allah Azza və Cəllə? Burada da Allah Rasulu ayırır. Aleykum bi sünnəti və sünnətil xulafəir raşidin əl-məhdiyyin. Necə başa düşəcək bunu? Oradakı sünnət bu Bilmirəm. deyil də. Oradakı sünnət Əgər desək ki, oradakı sünnət bu sünnət deyil, bu da işgəldir. Bəli. Özlərindən dində təzə bir şey çıxarıb. Necə yəni? hökmlərinə də belə deyil. öz zamanlarında çıxan yeni şeylər. Yeni bir hökmlərə. Sünnəyə söykənib fətva verirlər də, Müasir yəni hökmlər. Birinci belə başa düşmək olar ki, Peyğəmbər sallallahu sünnətin onlar yəni eyni onlar çatdırır. Peyğəmbər sallallahu yox, Peyğəmbər sallallahu yaşadığı sünnəti həmin bu rəşidi xəlifələr tətbiq edir. Bəli. O cür çatdırır. Hə, yəni deməli ümumiyyətlə bu o hədisə belə deyək, yanaşmanın birinci növüdür. Yəni alimlər ümumiyyətlə bu hədisi başa düşmədə cürbəcür fikirlər deyiblər. Lakin o fikirlərə baxanda baxırsan ki, arada olan ixtilaf təzadlı ixtilaf deyil, növlü ixtilafdır. Yəni necə? Məsələn, məşhur olan 3 dənə rəy var, üçü də haqdır. Və bir-birlərini də tamamlayır. Yəni bir adam desə ki, mən üçünü də götürürəm, götürə də bilər, elə götürməlidir də. Necə? Bəzi alimlər deyiblər ki, bəli, bu hədisin mənası budur ki, yəni biz ki deyirik ya, Qurana, sünnəyə, tabi, sələfin fəhmi ilə. Sələfin fəhmi. Dəlil bu hədis. Yəni dəlillərdən birisi. Yəni bir növ Allah Resulü Aleyhisselatü Vesselam burada demək istəyir ki, mənim sünnətimə Raşid xəlifələrin tətbiqi ilə, yəni onların mənhəci üzərində tabi olun. Deməli bu hədis nəyin dəlili oldu? Deməli sələfin və sələfin içində də xüsusən Raşid xəlifələrin belə deyək də fəhminin hüccət olmasının dəlilidir. Ona görə Allah Resulü birinci özünün sünnətini qeyd edir. Sonra Raşid xəlifələrin və bir növ göstərmək istəyir ki, Allah Resulünün sünnətinə tabi olmaq, bu sünnətə gedən yol bunların sünnətindən keçir. Yəni mənhəcindən, metodundan, bunların tətbiqatından, necə tətbiq ediblər. Deməli biz sünnəyə tabi, bu Raşid xəlifələrin mənhəci üzərə. Aydındır? Bu birinci mənadır. İkinci məna, onu elə qardaşlar dedilər, o yaxın mənadır. O da nə? Deyiblər ki, bəli. Burada elə Raşid xəlifələrin özlərinin xas sünnətidir. Yəni öz xilafətlərində, onların istər siyasi baxımından, dövlət idarəçiliyi baxımından və ya lap ibadətlərlə əlaqəli tətbiqatları var idi də. Allah Resulü Aleyhisselatü Vesselam demək istəyir ki, bu xəlifələr haqq üzərində olan xəlifələrdir və bunların sünnətinə, bunların tətbiqatına, bunların hökmlərinə, bunların fətvalarına, necə deyirsən dinə, Allah Resulü Aleyhisselatü Vesselam tabi olmağa əmr edir. Məsələn, Osman radiyallahu anhunun cümə günü üçün ikinci azanı təyin etməsi. Alimlər dəlil gətirəndə məgər bu hədisi dəlil gətirmirlər. Bu kimin tətbiqatıdır? Sahabənin, Raşid xəlifənin. Amma fikir ver, elə bir tətbiqatdır ki, sünnəyə dayanır ya yox. Yoxsa Osman özündən bidət çıxarıb, yox. Sünnəyə dayanır. O da dayandığı yön nədir? Yəni Osmanın əməli nədir? Ehtiyac olduqda bir namaz üçün ikinci azanın təyini.
Allah Resulü Aleyhisselatü Vesselam'ın zamanında sübh namazı üçün ehtiyac olduğuna görə, deməli, fikir versən, Osmanın bu tətbiqatının, yəni cümə üçün tətbiq elədiyi bu hökmün hətta sünnədən əsli var? Var. Aydındır və bu cür. Bəzi alimlər də belə deyiblər. Deməli, birinci ilə ikinci arasında fərq aydın oldu. Birinci budur ki, yəni, məqsəd sünnəyə tabiçilikdir. Lakin Raşid xəlifələrin mənhəci üzərində. İkinci, bəli, məqsəd həm sünnəyə, həm də Raşid xəlifələrin sünnətinə, yəni onların tətbiqatı, onlar şəriət hökmlərini necə tətbiq ediblər, dövləti necə idarə ediblər və s. Çünki doğrudan da İslam tarixinə bax, Raşid xəlifələrin tətbiqindən o yanası İslam tarixində ələn baş verməyib. Bəzilərində olub, məsələn Ömər ibn Abdüləziz, ona görə bəzi alimlər deyiblər ki, 5-ci Raşid xəlifədir. Yəni girir bu hədisin hökmünə. Məsələn İmam Əhməd belə deyirdi ki, Ömər ibn Abdüləziz bu hədisin hökmünə girir. Niyə? Deyirdi 5-ci Raşid xəlifədir. Aydındır. Və üçüncü yanaşma nədir? Üçüncü yanaşma da var. Bu da elə bil ki, maraqlıdır. Və fikir verirsiniz, birinci və ikinci yanaşma bir-birlərinə ziddir, yoxsa bir-birlərini tamamlayır? Əksinə tamamlayır, gücləndirir. Bəli. İndi üçüncü tətbiqat hansıdır? Bəzi alimlər bunu belə deyiblər. Nə deyiblər? Deyiblər, bunu da xüsusən hansı məsələdə müzakirə ediblər? İcma mövzusunu müzakirə edəndə. Bu çox maraqlı mövzudur. Usul kitablarında, şəriət kitablarında ayrıca bir bölüm var. İcma. Yəni ki, ümmətin icması hüccətdir ya yox? Hüccətdir, çünki ümmət zəlalət üzərində ittifaq etməz. Həmin o icma məsələlərini alimlər müzakirə edəndə, o müzakirənin içərisində bu müzakirə də var. Sual qoyulur, deyilir ki, 4 Raşid xəlifənin ittifaqı hüccət sayılır ya yox? Və sualı belə qoyaq. 4 Raşid xəlifənin ittifaqı icma hökmündədir ya yox? Bəzi alimlər deyiblər, bəli. Dəlil bu hədis. Fikir verdiniz? Hədisdən necə istinbat ediblər? Bu artıq üçüncüdür. Üçüncü yanaşmadır. Onlar deyiblər ki, ümmətin icmasından əlavə, 4 Raşid xəlifənin Abu Bakr, Ömər, Osman, Əli, bunların bir məsələdə ittifaqı Qur'an və sünnə kimi şəriətdə hüccətdir. Ya şeyx, dəlilin nədir? Aleykum bi sünnəti və sünnətil xulefəir raşidinəl məhdiyyin. Bu da üçüncü yanaşmadır. Aydındır və belə baxırsan ki, yəni bir-birlərini qüvvətləndirən yanaşmalardır. Çünki doğrudan da 4 Raşid xəlifənin ittifaq elədiyi məsələlərə baxsaq, baxırsan ki, məsələn, misal üçün Ömər ibn Xattab radiyallahu anhunun xilafətində ki, cəmaatı tezdən təravih namazında imamın arxasına topladığı Ömər. Sonra bu sünnəti Osman saxlatdı. Sonra Əli davam elətdirdi. Raşid xəlifələr ittifaq elədilər bunda. İttifaq elədilər. Eləmi? Fikir verin. Ümmət müxalif oldu ya yox? Müxalif olmadı. Ona görə yəni o alimlər nə deyiblər? Deyiblər ki, demək olar Raşid xəlifələrin ittifaqı ümmətin icmasına bərabərdir. Çünki praktikada belə bir misal yoxdur ki, Raşid xəlifələr bir şeydə ittifaq eləsin və ümmət ona müxalif olsun. Hətta bəzi alimlər biraz da irəli gedib nə deyiblər? Deyiblər ki, iki şeyxin, Abu Bakr və Ömərin üzərində ittifaq elədikləri bir məsələyə müxalif olmaqdan Allaha sığınıram. Nəinki təsəvvür Abu Bakr və Ömər. Qaldı ki, buna əlavə Osman və Əlini də gəlsən, aydındır məsələ. Hətta bəzi alimlər nə deyiblər? Bu təravih namazının 20 rükət qılınması var ha. 20 rükət qılınmasına Raşid xəlifələr ittifaqını gətiriblər. Deyiblər Ömər ibn Xattabın xilafətində ki, Ubey ibn Kəbin arxasında, bir imamın arxasında cəm olundu, 20 rükət qılındı. Osmanın xilafətində də belə oldu və Əlinin xilafətində də belə oldu. Yəni, nəinki təravih namazının cəmaat şəklində qılınması, hətta 20 rükət olaraq qılınmasında
Raşid xəlifələr ittifaq ediblər. Aleykum bi sünnəti və sünnətul xulafa'ir raşidinəl mehdiyyin. Onda da bunu gətirirlər. Aydındır və o deyirlər ki, həmin və sonra yenə də maraqlıdır. Bu tətbiqata ümmət müxalif olmadı. Müxalif olmuyor. Yəni təsəvvür edin, o dövrdən bu dövrəcən istər Kəbə Məscidül Haramda, istər Peyğəmbər məscidində kəsintisiz olaraq belə gəlib. Ta bu günəcən. Və bu gün də belədir. Hə. Və bu müxtəsər olaraq o hədisin elə bil ki izahıdır. Barakallahu fikum. Allah sizə bərəkət versin müəllim. Deməli orada indi kimsə təravihdə 11 rükət qılıbsa, o da müxalif demək deyil də müəllim onda. Yenə də həmin şey bir-birini tamamlayır da. Bayaq qeyd elədik ki 11 qılıb çıxmaq. Və ümumiyyətlə təravih namazı, təravih namazı, siz burada imamın arxasından çıxırsınız. Çıxırıq deyəndə elə 800-lə qutarır burada. Necə 800-lə? Yəni 11 qılınır da onsuz da. Bəli, 11 rükət. Və salam da problem nədir ki? Qeyd edək ki, 20 rükət yəni qılınır bu Raşid xəlifələrin yoluna gedir. Kimsə 11 ilə gedirsə, bu da onlara müxalif deyil də. Yəni bu sünnədir, bu da sünnədir, o da hər ikisi sünnədir. Onu demək istəyirəm. Həm də müəllim, Bəli. başqa hədislər də vardır. Peyğəmbər sallallahu əleyhi və səlləm ki, məndən sonra kişi Əbu Bəkr Ömərə tabe ol. Məsələn, Əbu Bəkr Ömərə, Osman Əliyə, bu cür hədislər də vardır. Bəli. Bu da onu gücləndirir. O bayaqla dediyim o Əbu Bəkr və Ömərin ittifaq elədiyi məsələ o idi. Dörd içində yenə var. Məndən sonra yəni Əbu Dediyim hədislər. Osman Əliyə. Yox, adına yoxdur. Adına yoxdur. Yox. O bu hədisdir. Raşid xəlifələr hədisi. Müəllim, bütün məsələdə 4 Raşidi xəlifəyə qaytarsa, onda Yox, təbii ki. Sünnəti o necə olur o? Yox, bəs bayaqla dedim axı. Sən belə bir dənə mənə misal ver görüm. Belə bir misal ver görüm ki, demirəm 4 Raşid xəlifə. Əbu Bəkrlə Ömər bir məsələdə ittifaq eləsinlər və sünnəyə müxalif olsunlar. Bir dənə misal ver. Yoxdur. Və salam onda o sual niyə verirsən? Sual əbəsdir. Ona görə dedim ki, şey dedim mən, 23, yəni 10 rükətin əfsəlliyini deyirəm ki, yəni Rasulullah sallallahu belə qılıbsa, indi 4 Raşid xəlifə belə qılıb. Aha. Götürməliyik. Aha, sual səhvdir də. Bir-birini tamamlayır. Sual səhvdir. Niyə səhvdir? Niyə? Niyə? Əslində sual yaxşı sualdır. Niyə səhvdir? Sual səhv deyil. Daha doğrusu məsələyə yanaşma səhvdir. Necə? Biz ümumiyyətlə sünnəni necə götürürük? Sələfin tətbiqatı ilə götürürük ya yox? Dəlil elə ki, indi gətirdiyim hədis. Aleykum bi sünnəti və sünnətul xulafa'ir raşidinəl mehdiyyin. Düzdürmü? Ona görə alimlər deyirlər ki, Elçin, Raşid xəlifələr dönəmində təravih namazının 11 rükətdən artıq sahabələr tərəfindən və s. qılınması, Elçin, bu özü dəlildir ki, Allah Resulü aleyhissalatü vesselam adətən 11 qılsa da 11-indən artığı qadağadır deyə bir şey yoxdur. Biz bunu hardan götürdük? Sələfin tətbiqatından. Hə, sələfin tətbiqatı olmasaydı, ola bilsin başa düşmək olardı bunu belə. Məsələn, misal üçün. Allah Resulü aleyhissalatü vesselam buyurur ki, bığlarınızı qısaldın, saqqalınızı uzadın. Həmin hədislərin ləfzlərinə baxanda görürsən ki, ləfzlərinə. Məsələn, saqqalı uzadın, yəni saqqalı öz halına buraxın və ya saqqalı tərk eləyin. Bu cür ləfzlərdə gəlib. Və bığları qısaldın. Hədislərin zahirinə baxırsan, başa düşülən məna budur ki, saqqaldan götürmək olmaz. Niyə? Sual, Allah Resulü aleyhissalatü vesselam qısaltmağı bığa nisbətlədi saqqala. Allah Rasulunun saqqala nisbət eləmədiyi bir hökmü necə nisbət edirsən saqqala? Hədislərdən başa düşülən budur, eləmi? Bəli, bəli. Bunu bildik, qoyduq bir kənara, indi keçdik ora. Allah Rasulü aleyhissalatü vesselamın saqqalından qısaltdığı sabit olub. Bu barədə hədis var? Var. Tirmizinin sünənində. Zəifdir. Ona görə dedik ki, sabit olmuyor. Amma hədis var. Səhih deyil. Ki, saqqalının kənarlarından qısaldardı. Hədis zəifdir. Bunu da qoyduq kənara. Yəni, sabit olmuyor. Eləmi? Hədislərdən də başa düşdüyümüz budur. İndi baxırıq sahabələrə. Həmin o hədisləri, bığları qısaldın, saqqalı uzadın, o hədisləri rəvayət edən sahabələr, Abu Hüreyrədən tut,
Ənəs ibn Məlikdən tut, İbn Ömərdən tut, Ömər ibn Xattabdan tut, Abdullah ibn Abbasdan tut, bir sahabə deyil. Hə? Bunların hamısına səhih sənədlə, hətta bəzilər Buxardadır. Varid olub ki, saqqallarından qısaldırdılar, götürürdülər. Bu hədisi rəvayət edən sahabələr. Deməli, bu sahabələr, bayaqları mən dedim ha, hədisin zahirindən belə başa düşürük. Dedim ha, dediniz ha, hə. Sahabələr elə başa düşüblər? Fikir verdi. İndi bizə vacib olan hədisi biz özümüz necə başa düşürük, o cür tətbiq edək, yoxsa sahabələr necə başa düşüblər və necə tətbiq ediblər o cür? Əlbəttə ki. Və Şeyx Alban da onu deyir. Şeyx Alban deyəndə ki, saqqalı bir qabladan, bir tutumdan oyuna götürmək, düzdür, Şeyx Alban biraz sərt deyir. Hə? Şeyx Alban da onu deyir. Çünki deyir, biz bunu eləməsək belə, onda biz ki deyirik həmişə, Quran, sünnə, sələfin fəhmi, Quran, sünnə, bu elə şuar olaraq qalacaq. Tətbiqatda olmayandan sonra. Sələfin fəhmi, sələfin fəhmi. Adi bir misal. Adi bir misal. Baxın. Adi namazda ayaqlarınızı birləşdirirsiniz. Bir də hədis gətirə bilərsiniz Allah Rasulundan. Qövlü olaraq ki, namazda ayaqlarınızı birləşdirin. Səhvləri sıxlaşdırır. Əhsən. Gəlib ki, səhvlər nə edin? Sıxlaşdırır. Düz tutun. Sıx tutun. Boş yer buraxmayın. Bu Allah Rasulunun sünnətidir. Qövlüdür, əmridir, dediyi sözdür. Bu sözü kimə deyib? Sahabələrə Necə tətbiq ediblər? işdiriblər. Çiyin-çiyinə, ayaq, ayağa. Fikir verdin? Belə baxanda hədis yoxdur. Ona görə İmam Buxarda səhində bablar açır. Məsələn, topuq-topuğa, çiyin-çiyinə və sahabədən. Deməli, sahabə Allah Rasulunun səhvlərinizi belə yox, əyri yox, düz tutun. Aralı yox, sıx tutun. Əmrini Allah Rasulunun önündə necə tətbiq elədilər? İndi məsələn, mən çıxıram, tutaq ki, mən olmayım, Əli adında biri. Deyir ki, Allah Rasulü aleyhissalatu vesselam ki, deyib, səhvlərinizi sıx tutun və səhvlərinizi düz tutun. Bunun mənası odur ki, məsələn, çox ara verməyin və ya belə eləyin və ya belə eləyin. Bu nə oldu? Mənim o hədisdən anladığım. Sahabə o hədisdən mənim anladığımı anlayıb, mənim dediyimi tətbiq edib, yox. Və sələfin fəhmi budur. O saqqal misalını, məsələn, hətta hədis elmində belə bir qayda var. Qayda belədir ki, məsələn, sahabə rəvayət elədiyi hədisin zahirinə müxalif əməl edərsə, sahabənin əməli hüccət olur, rəvayəti. Bu ayrıca mövzudur. Bax, məsələn, hədisin zahirinə qalsa, xavarizlər barədə varid olan hədislər var, Asim. Xavarizlər barədə varid olan hədislər. Bu hədisləri oxuyanda səndə nə fikir yaranır? Xavarizlərin hökmü nədir? Kafir. Başqa bir fikir yaranır səndə. Yəni, oxun şikardan çıxdığı, yaydan çıxdığı kimi dindən çıxacaqlar. Hələ adı üstündədir ya, xavaric. Xaraca feilindəndir də. Bu çıxanlar, hardan çıxanlar? Torpaqdan, evdən, daşdan, hardan çıxanlar? Dindən. Dindən çıxan adı nədir? Hökmü nədir? Mürtəd. Niyə xavaricləri mürtəd görmürsünüz? Sahabələrin fəhminə görə. Çünki o xavariclər sahabələrin dönəmində çıxmamışdı. Elə həmin hədisləri rəvayət edən sahabələr, elə o hədislərdən birini Əli rəvayət edib, Buxar Müslimdə. Təkfirlədi, yoxsa ümmətin içində saxladılar? Saxladılar. Baxma ki, hədisə nə qədər də zahir desən də, qaytarıq sahabənin fəhminə. Çünki sahabə çıxartmadı. Amma görənlər də var. Görənlər olsa da xətadır da. Yox idi. Olmuyor. Yox. Sahabə içində olmayıb. Sahabələr ittifaqla xavaricləri müsəlman görüblər. İttifaqla. Aydındır. Görsən, hədisin özünə qalsa, biz təkfirləməliyik. Amma biz baxırıq, sahabələr necə eləyiblər? Çünki sahabələrin dönəmində çıxıblar, sahabələr təkfirləməyiblər. Amma, burada çox dəqiq incəlik var. Bu incəliyə demək olar ki, İbn Teymiyyəyə qədər bu incəliyə fikir verən alimlər
barmaqla sayası qədər olub ya olmayıb. Çoxunun ayağının sürüşdüyü yerdir. Şeyxülislam nəyə diqqət edib? Deyir, lakin sahabələrin Əli başda olmaqla, çünki o xilafətində olub da, xavariclərlə savaş, bu savaşa münasibətləri ilə Cəməl Siffeynə münasibətləri eyni olmayıb. Ona görə fikir ver, Cəməl və Siffeyn müharibələrinə görə Əli kədərlənirdi, ağlayırdı, sızdıyırdı, dizinə vururdu, başına vururdu, peşman olub, yəni deyinirdi, niyə belə oldu? Xavariclərlə Nəhravan əhli ilə savaşdığına görə şükür səzdəsi elədi ki, Allah məni müvəffəq elədi. Fikir ver. Axı, bunlar da müsəlmandır, bunlar da. Çünki bu bilirdi ki, baqilərin hökmü başqadır. Cəməl Siffeyndə Talha, Zübeyir, cənnətlə müjdələnən sahabələr, Nəhravan əhlinin hökmü başqa idi. Yəni, Əlidən sabit olub, Nəhravan əhli ilə savaşdığına görə şükür səzdəsi edib. Ki, bunu, yəni, mənə müvəffəq edən Allah həmd olsun. Və sonra, Elçin, buna diqqətlə, çünki bu başqa yerdə eşitməyəcəksən, inşallah ki. O söz var, hum ixvanuna və ləkinnəhum bəğav aleynə. Əlinin sözü ki, onlar bizim qardaşlarımızdır, lakin bizə qarşı bağı olublar. Hətta bir çox alimlər deyirlər ki, Əli bunu xavarislər barədə deməyib. Maviyə Deməyib. Cəməl Siffeyn əhli barədə deyib. Burada dəhşətli fayda var, ha. Yəni, Əli xavarislər barədə deməyib, onlar bizim qardaşlarımızdır. Başa düşdünüz də, bugün istifadə edənlər var, ha. Əli, yəni o söz var, ha. O söz. Bu çox incə məsələlərdir, ya. O söz. O dillərə incə məsələlər var, bunlardır. Hə. O söz. O, yəni Əlidən Nəhravan əhli barədə dediyi sabit olmayıb. Bu çox önəmlidir. Yəni Əli xavarizləri barədə deməyib ki, onlar bizim qardaşlarımızdır. Yox, əksinə onlarla savaşdığına görə şükür səzdəsi edib. Cəməl Siffeyn əhli barədə deyib, onlar bizim qardaşlarımızdır. Lakin bizə qarşı həddə aşıblar. Və onlarla savaşdığına görə peşman olub. Peşman o mənada ki, yəni ki, kaş belə olmazdı. Bu qardaşlarla savaşmalıdır. Başqa rəvayət var ki, deyir, Əli rədiyallahu anh soruşdular ki, xavariclər münafiqdir, deyir, münafiqlər Allahı az zikr edir. Deyir, bəs xavariclər kimlər deyir, onlar bizim azmış qardaşlarımız. Bu cür formada. Əgər o ləfz varsa, sabit deyil. Müəllim, onda bu... Yəni, sabit olan budur ki, Cəməl Siffeyn əhli barədə deyil bu. Müəllim, onda bu dörd raşid. Amma o başqadır ki, bəli, onları təkfirləməyib. Sahabə fəhmin bildiyi ki, sahabə fəhmi ilə götürürük. Və o biri rəvayət var, deyir, mən deyirəm, sən isə Əbu Bakr Ömər deyir, mən deyirəm Allah Rəsul. O necə başa düşür? İbn Basra Orada hansı ki, iki sahabə Bəli, bəli. İki sahabə da azlıyorum. O hədis açıq aydındır. Hədisdə bir işgal yoxdur. Danışdıqlarımızda da müxalif bir şey yoxdur. Danışdıqlarımızı qüvvətləndirən dəlildir. Necə? Şək yoxdur ki, Əbu Bakır, Ömər fərd olaraq Əbu Bakır, Ömər fərd olaraq məsumdur, xəta eləyə bilər və hansısa bir məsələdə təsəvvür edin ki, Ömər ibn Xattab və ya Osman və ya Əli fərd olaraq bir söz deyir, hə? Və o söz tutaq ki, sünnəyə müxalif olub. Allah Rasulunun sünnəti götürüləcək, yoxsa aydındır. Ona görə biz bayaqlar nə dedik? Dedik, alimlər deyiblər ki, yəni bayaqları 3 dənə o hədisə yanaşma var, ha. O yanaşmanın üçündən birində bu var idi ki, yox. Biri o idi ki, Raşid xəlifələrin icması hüccətdir. Biri o idi ki, biz sünnətə tabi onların mənhəci ilə, biri tətbiqatı, yəni dediyim məsələ bu üçündən də ayrı bir məsələdir. Fərd olaraq
Məsələn, misal verək. Ömər ibn Xattab xilafətində, bax fərddən gedir söhbət, təməttü həccini müvəqqəti qadağan eləmişdi. Təməttü həccini. Bu qadağa da təhrim yönündə, yəni haram edirəmsə yox, Ömər ibn Xattab. Yəni bir növ təşviq babında, yəni məsləhət babında deyilən söz idi ki, çünki təməttü həcci o həccdir ki, həcc və ümrə bir yerdədir. Ömər ibn Xattab görürdü ki, həccə gələnlər təməttü həcci ilə həcc edəndə ümrədə edir axı. Ona görə ümrə üçün addelini gəlmirdi həmin il və Kəbə boş qalırdı. Ömər ibn Xattab da deyirdi ki, həcc edəndə təməttü həcci etməyin. Təməttü həcci etməyin, ümrə ilə birlikdə. Tək həcc edin ki, ümrə üçün ayrıca gəlin. Hətta Allahın evi, yəni burada Allahın evini əzəmətləndirmə, uca tutma babında məsləhət yönündə verilən bir söz idi. Amma xəlifə idi deyənə öz qərarını təbii ki, tətbiq elətdirirdi və elətdirmək istəyirdi. Öz oğlu İbn Ömər, Abdullah, deyir ki, mən atamın sözünə görə Allah Rasulunun sünnətini tərk edə bilmərəm. Aydındır. Və həccə niyyət edəndə təməttüyə niyyət edir, girir. Öz oğlu. Fikir verdiniz? Bu bir tətbiqatdır. Fərdi. Burada kimsə razı ola da bilər, kimsə razı olmaya da bilər. Və ya məsələn, Osman radiyallahu anhunun ictihadı, o həcdə namazları tam qılmaq, ictihad eləmişdi. Sahabələr müxalif idi, müvafiq. Müxalif. Düzdür, o imam idi deyənə arxasında tabi olub qılırdılar. Amma fikir olaraq deyirdilər ki, xətadır. Niyə? Bu Osmanın şəxsi ictihadıdır. Sünnəyə müxalifdir. Aydındır. Bu başqa şeydir. Ona görə İbn Abbas deyir, oxşamır, qətiyyən. Yox, qətiyyən. Qətiyyən. Bayaqları 3 dənə şeyi sadala. Desəm sadalaya bilməyəcək. Sadala. Mən də saymayacaq. Sahabələrin tətbiqatı və tətbiqatdan 4 Raşidi xilafə necə əməl edirsə, elənsinə götürmək. İkincisi, siyasi, idari baxımından və s. Məsələn, o azan misalını verdi. İkinci Raşidi xəlifələri... Birinci bu dirivə aid oldu. Yox, tətbiqatda yoxdur axı. Necə aid olurlar? Yox. Yəni, buna dirivə aid etdi, keç 2-yə. İkincisi aid edirəm mən onu. Denə. Yəni, öz Raşidi xəlifələrin özünün dediyi axı, özünə aid sünnəti. Hələ o hindi dediyin idi də, bu mənada sünnət, tətbiqat mənasında. Bu hələ birinci idi, bu idi. İkinci o idi ki, burada özünə xas sünnə deyil. Yəni, mənim və Raşid xəlifələrimin sünnətinə tabi olun, yəni mənim sünnətimə Raşid xəlifələrin mənhəci, mənhəci, o başqadır. O başqadır. Feil yox, mənhəc. Məsələn, sələfin mənhəci demirik, Raşid xəlifələrin mənhəci var da. Metodu ilə. Üçüncü də dedik ki, Raşid xəlifələrin icması. Amma bu fərdi məsələlər, fərdi ictihad başqadır. Osman, çünki fərdi ictihada qalsa, baxın, üzr istəyirəm, fərdi ictihada, orada demir, Abbaqır, deyir ki, yəni, istəyir Abbaqır olsun, istəyir Ömər. Çünki fərdi ictihada qalsa, Raşid xəlifələr də öz arasında ixtilaf edib axı. Məsələ bundan, məsələn. Tutaq ki, Ömər ibn Xattabdan bayaqlara çəkdiyim misal. Və ya Osmanın, məsələn, Osman, Əli müvafiq idi, müxalif. Müxalif. Raşid xəlifələr ixtilaf ediblər öz aralarında. Ona görə o alimlər ki, deyiblər, fikir verin bu istinbata, deyiblər, bu hədisdən mən bunu başa düşürəm ki, Raşid xəlifələrin icması hüccətdir. Həm də bilirsiniz nəyə əsas gətiriblər? Deyiblər, ona görə deyirik ki, icması hüccətdir bu hədisə əsasən. Çünki fərdi ictihadlara qalanda Raşid xəlifələr öz aralarında elə məsələlər ixtilaf edib. İndi hansının sözü hansına hüccət olacaq? Aydındır. Ona görə o, məsələn, yeri gəlmişkən fayda üçün. O hədis var,
özümdən sonra 2 əmanət buraxıram. Səqələyn. Allahın kitabı və əhl-i beytim. Allahın kitabı və əhl-i beytim. Bu ikisindən tutunacağınız, bu ikisinə tabi olacağınız müddətcə yolunuzu azmayacaqsınız. Bu hədis əksər alimlərə görə zəifdir. Tirmizinin sünənində gəlir. Bəzi alimlər səhih görüb. Şeyx Albani də səhih görüb. İndi bu hədisi biz səhih götürsək, onda nə çıxır? Əhl-i beytə tabiçiliyi vacib oldu ya, yox? Oldu. Əhl-i beytə tabiçiliyi. Bəzi alimlər bu hədisə əsasən nə deyiblər? Deyiblər ki, əhl-i beytin icması hüccətdir. Fikir verin yanaşmalara. Deyiblər ki, əgər bu hədis səhih olsa, yalnız və yalnız buna dəlalət edir. Baxın, bu hədis əgər, madəm ki səhihdir, əgər səhih olsa, nəyə dəlalət edir? Əhl-i beytə tabi olun, yəni əhl-i beytin fərdinə, yoxsa icmasına. Niyə? Çünki deyiblər ki, fərdlərə qalanda o qədər məsələlər var ki, əhl-i beyt fərdləri o məsələlərdə öz aralarında ixtilaf edib. Hədis dədir əhl-i beytə tabi ol. Bir əhl-i beyt deyib ki, məsələn, bu ağdır, o birisi deyib qara. Hədis dədir əhl-i beytə tabi ol, hansına tabi olun? Deyib, ona görə dəlildir ki, yəni əhl-i beytin icmasına. O 3 xeyli nəsil. Bəzi alimlər deyiblər ki, əgər hədis səhihdirsə mənası budur. 3 xeyli nəsilə də. Orada gəlir kitab olur. O Tirmizinin sünənində hədisdə gəlir elə. Yəni, o hədis səhihdirsə mənası budur. Və o mənadır ki, bizi dəstəkləyir də. Niyə? Çünki əhl-i beyt icma edib ki, sahabəni sevməlisən. Əhl-i beyt icma edib ki, sahabəni dost tutmalısan. Yəni, əhl-i beytin icmasına biz muvafiqik. Bu hədisə əməl edən bizik. Və bu elə belə pafoslu sözlər deyil, ha. Başa düşün. Məsələn, misal, İmam Şovkani'nin bu arada ayrıca kitab var. Əhl-i beytin sahabələr barədə mövqeyi nə olub, ha? Ondan artıq icma nəql edir, əhl-i beytin icmasını. Xas kitab var. Niyə məhz Şovkani? Çünki Zeyd olub axı əvvəl. Özü şiə olub. Əhl-i beyt imamlarını da əla tanıyır. Bir əhl-i beyt imamlarından gətirir, icma nəql edir. Ondan artıq ayrıca kitab yazıb. Tamam, əhl-i beytin icması hüccətdir. Gözünün üstə yeri var. Əhl-i beyt icma edib ki, sahabələri sevmək imandandır. İndi bu icmaya muvafiq olan kim oldu? Müxalif olan kim oldu? Aydındır. Ona görə deyirəm, bu yəni belə parlaq çıxışlar deyil yəni. Bu elmi məsələlərdir. Və xas kitablar yazılıb bu arada. Allah razı olsun. Və Şovkani də adını ona görə qeyd elədim ki, özü vaxtı ilə şiə olub. Zeydilərdən və tövbə edib. O təsəvvürlə Zeydi olanda əhl-i beyt, bütün istinadlar, zadlar hamısı, indi təbii ki, əhl-i beyt imamı deyəndə sizin ağlınıza 12 nəfər gəlməsin. 12 nəfərdən ibarət deyil axı. Aydındır. Əhl-i beyt imamları, yəni təsəvvür edin ki, o 12-dən kənar əhl-i beytin elə imamları olub ki, elmdə onlardan üstün olub. Demirəm 12-sindən, ən azından 6-sından. Aydındır.